بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وصحابته أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli və ba'd. Mühtərəm qardaşlarım, ən birinci özümdən sonra əsasə Allah Teala'dan haqq olan təqvəyə qorxmağı nəsihət edirəm. Çünki o peyğəmbərlərin də öz ümmətlərinə etdiyi nəsihət idi, təqvalı olmaq, yəni Allahdan gizlində başarılı qorxmaq. Və təqvaya nail olan və təqvaya, yəni Allah qorxusuna aparan əməllərdən biri keçən dəfə danışdığımız kimi elm tələb etmək. Amma o elm tələb etmək ki, Allah ondan razıdır. Elm tələb edənlər çoxdur, amma nə qədər elm tələb edənlər var ki, Allah onlardan razı deyildir ki, Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, alimlər olacaq ki, Allah subhanahu wa ta'ala onları cəhənnəmə salacaqdır. Onlar ki, Allahdan qeyrisi üçün öyrənirlər və qiyamət günü Allah Teala soruşanda ki, nə eləmirsən? Çünki Allah Teala qullarından soruşacaq özü üçün nə elədiyini, yəni Allah üçün, Allahın razılığını qazanmaq üçün nə elədiyini Allah subhanahu wa ta'ala qullarından soruşacaq və bildiyi halda təbii ki. Əlavə fayda olur qardaşlarım, Allah Teala'nın soruşmağında o məqsəd o demək deyil ki, Allah xəbərsizdir. Allah soruşur ki, bilsin deyə, yox. Allah subhanahu wa ta'ala soruşur ki, qul özü bilsin. Qul özü etdiklərindən, çünki insanlar olacaq ki, əlləri danışacaq, insanlar olacaq, danışa bilməyəcəklər günahlarını. Və Allahdan qeyrisi üst elm öyrənənlər deyəcəklər, ya Rabbi, sənin üçün Quran oxudum. Sənin kitabı oxudum və sənin kitabı öyrəndim. Allah subhanahu wa ta'ala deyəcək ki, yox. Sən oxudun ki, desinlər ki, filan kəs qaridir, filan kəs Quran oxuyandır, filan kəsin səsi yaxşıdır və s. Və baxmayaq ki, Allah üçün, daha doğrusu, baxmayaq ki, ibadət etməyinə, baxmayaq ki, Allahın kitabını oxuyub öyrənməyinə baxmayaraq, o əməl onun üçün əzab olacaq. Necə Muhammed sallallahu aleyhi ve sellem buyurduğu kimi, Quran-ı-Kərim qiyamət günü ya sizin əleyhinizədir, əleyhinizə hüccətdir, ya da leyhinizə hüccətdir. Yəni, ya sizin üçün xeyirdir və yaxud da sizin üçün bir bəla olacaq. Ona görə Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, insanlar qiyamət günü oxuduğu olacaqlar. Hansı kəslər oxuduğu olacaqlar? O kəslər ki, elmi Allah üçün öyrəndilər və elmi Allah üçün öyrəndilər və Allahın kitabını Allah üçün oxudular və başqa bir maraq üçün yox. Və İnsan niyyəti dəyişə bilər. Elm tələb edəndə insan niyyəti dəyişə bilər. Və bu təbiidir. Qəlb, hansı ki, onu sistemimizdə daşıyırıq, mənası çevrilən deməkdir. Haldan hala çevrilən deməkdir. O peyğəmbərlərdə sabit idi. Amma peyğəmbərlərdən qeyrisində yox. İnsan qəlbinin çevrilməsi təbiidir. Peyğəmbərlər istisna olur. Amma Allahdan qorxanın çevrilən qəlbinin islah eləməsi mümkündür. Çünki sələflər deyərlər ki, biz elmə ilk başlayanda, ilk elm öyrənəndə Allahdan qeyrisi üçün öyrənirdik. Yəni ki, kimisə bağlamaq üçün, kimisə susturmaq üçün, kimisə. Amma sonradan sonra öyrəndiyimiz elm bizi islah elədi. Bu təbiidir. İnsanın elm öyrəndə axı görürsən, əvvəl yox idi, artıq məlumat var, artıq çox şeylər bilirsən. Və artıq onda hiss edirsən ki, səndən başqaları səndən cahildirlər. Çünki əslən sən başqalarının sinəsindən onu da bilmirsən. Amma vaxt gəlir, başqa düşürsən ki, yox, sahabilər də çox elmliyirlər, amma təvazşar edirlər. Ona görə insana gələn, elm tələb elədiyi zamanda insana gələn şeylər, istər bəsməsi olsun, istər riya olsun, bunlar təbiidir. Sadəcə təbii olmayan nədir? İnsanın müalicə eləməsi. Necə ki, xəstələnmək. İnsanın xəstələnməsi, yəni bədəninin, sihhətinin, sağlamlığına gələn zərər təbiidir. Amma zərəri özündən aparmaması təbii deyil. Fərzlə xəstələnmişsən, müalicə almışsan. Fərzlə ki, qolun qırılır, belə qolu qırıq gəzirsən. Mümkün yoxsa yox, mümkün deyil. Qolun qırılıbsa, qolunun qırılmağı sənin üçün ola bilər günah olmasın, sənin xətan deyil. Amma qolu qırıq gəzmək artıq sənin xətandır. Və bəzi şübhələr var. Və bəzi şübhələr var elm tələb edənlər haqqında. Və bəzi şübhələr yayırlar, özə elm tələb edənlər yayır şübhələri. Bəzilər filan kəslər 1 kilo oxuyur, filan kəslər 500 kilo oxuyur, filan kəslər 20 il oxuyub, onların lap çox haqqı var, filan kəslər 30 il oxuyur. Elmdə insanın neçə il oxuyub oxunmasının heç bir fərqi yoxdur. Zaten hər kəsin təbii ki, öz qədər qiyməti var. Yəni 30 il elm tələb edənlə 3 il, 4 il elm tələb edən eyni deyil. 30 il Allahın dinə dəvət edənlə 2-3 il Allahın dinə dəvət edən eyni deyil. Amma alçatmaq olmaz. Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına sahabələr gəlir. Malik ibn Huveyrith radiyallahu anh. Malik ibn Huveyrith.
radiyallahu anh, Peyğəmbər sallallahu yanına gəldilər və cavan idilər. Və 20 gün Allah Rasulunun yanında qalırlar. Elm öyrənmək üçün gəlmişlər təbii ki. Allah Rasulunun yanında qalırlar və sahabə deyir ki, biz cavan idik və evli idik, ailəmiz var idi və artıq darıxırdıq. Və Muhammed sallallahu bizim bu darıxmağımızı hiss elədi və bizdən soruşdu ailəmizi, evli olmamızı, yəni bunları soruşdu. Biz də Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verdik ki, hə, biz evliyik, ailəliyik və Allah Rasulü biz deyir ki, qayıdın. Və bizə bildiklərimizi və bilmədiklərimizi yenidən bizim üçün təkrarladı. Və Muhammed sallallahu aleyhi ve sellem onlara dedi ki, necə mənim namaz qıldığımı görmüşsünüzsə, o cürdə qayıdın namaz qılın. Və sizdən bir nəfər namaza qalxanda azan versin və yaşda böyüyünüzlə imam dursun. Və bu hədisdən əlavə çıxan faydalardan bu ki, qardaşlarım, azan vermək üçün yaş şərt deyil. Amma imam durmaq üçün yaşda böyük imam dura bilər. Yaşda böyük imam durması sünnədəndir. Qardaşlarım, 20 günə insan nə qədər elm tələb edir? 20 günə insan nə qədər elm tələb edə bilər? Çox az. Yəni 20 günə bir insan da alim ola bilər? Ola bilməz. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem onlara gördü ki, deməli, dayanın, dözün. Yəni, dünya üçün qəlbimiz döyünür, yoxsa. Yəni, onlara alçatma, onların şəhərinə aşağı salma. Çünki Allah Rasulü Muhammed sallallahu aleyhi ve sellem qəlbində rifq var idi, qəlbində rəhmət var idi. Və onları geriyə göndərdi ailələrinin yanına. Çünki Allah Rasulü bilirdi ki, az da olsa, bərəkətli olsa fayda var. Ona görə əhl-i sünnənin etiqadındandır. Kimin elmi azdırsa və bərəkətlisə orada fayda var. Və kimin elmi çoxdursa, orada bərəkət yoxdursa, orada fayda olmayacaq. Ya orada bidət var, ya şübhələr var, ya da onlardan pisi. Ona görə də gələn şübhələri hərdən bəzi qardaşlar ola bilər, kimsə biraz ərəbdindən bilsin və yaxud da kimsə biraz Allahın kitabından oxumaq bilsin. Allah kimlərsə desinlər ki, sənin ixtiyarın yoxdur ərəb dil keçməyə və yaxud da sənin ixtiyarın yoxdur Quran öyrətməyə və yaxud təcvid öyrətməyə və yaxud Quran əzbərlətməyə. Fikir vermək olmaz. Hər bir kəs öz yerinə layiq olaraq təbii ki, Allahın dininə xidmət eləməlidir. Və nə qədər oxusan da, nə qədər elm olsa da yenə azdır. Elm böyüdür. Necə Şeyx Abdullah, Allah onu hifz eləsin. Və bir də mühazirələrin birindən sələfin bu sözünü vuruladı. Və dedi ki, elm çoxdur, böyüdür. Zaman qısadır. Yəni ömür. Ona görə də sənə fayda verəni götür. Ona görə sənə fayda verəni götür. Çünki hər şey öyrənib qutarmaq mümkün deyil. Elə bir alim yoxdur ki, elə bir mötəbər alim yoxdur ki, bu elmin içindəki hər bir şeyi bilsin. Yoxdur elə bir alim. Amma özünə layiq olan, daha doğrusu, özünə lazım olan hər bir şey bilənlər var, alimlər var. Ona görə bunun üçün də elm tələb etmək istəyən müsəlmanlara, əgər varsa qardaşlar, elm tələb etmək istəyən müsəlmanlara özlərinə lazım olan elmi öyrənmək vacibdir. Çünki insanın özünə lazım olan, özünə tələb etməsi lazım olan elm, onun qiyamət günü zülmətlərdən nura çıxardacaq, yəni cəhənnəmdən. Çünki elm səbəbdir, oddan xilas olması üçün. Çünki bu dünyada elmlinin ibadət etməsi ilə elmsinin ibadət etməsi eyni deyil. Elmlinin ibadət etməsi ilə elmsinin ibadət etməsi eyni deyil. Bəli, elmsiz də dəstəmazlanmağı bacaracaq. Elmsiz namazı dəstəmazsız qılmayacaq namazı. Amma elmsiz bilməyəcək ki, kimə ibadət edir. Elmsiz bilməyəcək, onun ibadət etdiyi kimdir. Məsələn, deyəcəklər ki, Allah rəhimlidir, hər şeyi bağışlayandır. Məsələn, əgər Allah rəhimlidirsə, yəni sənin dediyin kimi təbii ki, Allah hər şeyi bağışlayandırsa, niyə cəhənnəm cənnətdən böyükdür? Cəhənnəm də olmayacaq. Allah bizim bədənimizi haram etsin. Cəhənnəm də olmayacaq. Amma cənnət öz sakinlərini olacaq. Necə Quran-ı Kərimdə Allah Taala nazil etdi bu ayəni. Allah Taala soruşacaq cəhənnəmdən, həlim tələb, doldun mu? Və cəhənnəm Rəbbinə deyəcək ki, həlimin məzid var və də olmayacaq, subhanallah yavim. Yəni, sənin dediyin kimi Allah rəhimli deyil. Görünür, sənin elminin naqisliyindəndir. Allah rəhimlidir. Allah rəhmədəndir. Allah bağışlayandır. Allah həff eləyəndir. Amma öz bildiyi kimi. Sənin bildiyin kimi yox. Bu da elmin naqisliyindəndir. Məsələn, həmçində əksi. Allah əzab verəndir. Amma sənin bildiyin kimi yox. Öz bildiyi kimi. Ona görə də artıq güvənmir. İbadətlərini görünür ki, xavariclər ona görə bədbəxt oldular. Xavariclər ona görə azdılar. Onlar artıq nə edədilər? Rəbbinə də güvənmirdilər. Allah bağışlamayacaq. Allah həff etməyəcək. Onlar da deyirlər ki, çünki Allah Taala cəhənnəm böyük yaradıb.
Subhanallah, fikir verirsən, Allahın rəhmətinə layiqsiz güvənənlə, Allahın əzabından layiqsiz qorxan ikisi də azdır. Ona görə də elmlə ibadət edən dedikdə və yaxud da elm əhliliyin çatdırmaq istədik ki, Allah elmlə ibadət edər, o demək deyil ki, dəstəmazdan aqislik var və s. Yox, ibadət etdiyin kimdir? Sən kimin qarşısına səcdə edirsən? Kimdir o Allah? Allah kimdir? Bax, elm oradan başlayacaq. Artıq sənin Rəbbi tanımağınla elm başlayacaq. Artıq onda sən biləcəksən kimin qabağında əyilirsən. Artıq onda sən biləcəksən ki, sənin qarşısında əyildiyi və Peyğəmbərlər də əyilirlər. Peyğəmbərlər onun qabağında bəs necə əyilirlər? Peyğəmbərlər onun qabağında, Rəbbinin qabağında muti olduğu halda, yəni sadiq olduqları halda Allah subhanahu wa ta'ala nə deyirdi? Muhammed sallallahu aleyhi ve sellem Rəbbinə həmişə sadiq oldu. Və heç bir zaman da Rəbbinin ona verdiyi vəhiyə xain eləməyib. Amma Allah Teala kitabına buyurdu ki, əgər sən o vəhiyə, yəni bu risalətə çatdırmağa naqislik etsən və yaxud da onu çatdırmasan, biz sənin şah damarını tutarıq, çıxarlarıq. Subhanallah, Muhammed sallallahu aleyhi ve sellem vəhiyi tam çatdırdı. Və heç bir zaman da Allah Teala'nın vəhiyindən müxalif çıxmayıb. Və müxalif çıxmadığı halda Rəbbi onunla bu cür danışdı. Ona da Rəbbi düzgün tanımaq deyil. Elm Rəbbi düzgün tanımaqdır. Allah subhanahu wa ta'ala düzgün tanımaqdır. Ona görə də bidət əhli orada azlar. Xavariclər orada azlar. Və onlardan sonra gələnlər, onlara oxşayanlar, onlara bənzəyənlər və yaxud da onlara bənzəyənlərdən başqa cür ortaya çıxan firqələr. Ona görə Allah subhanahu wa ta'ala düzgün tanınması elmlə olur. O da təkcə Quran-ı Kərimi oxumaq kifayət eləmir. Təkcə Səhih Buxari, Müslim oxumaq kifayət eləmir. Hətta səndə ərəb dili olsa da belə. Artıq sənə kömək olacaq, elmli olacaq, əhl-i sünnə mənhəci olacaq. Tövhiddə müsəlman mənhəci necə olmalıdır? Əqidə məsələlərində yəni. Sünnə məsələlərində müsəlman mənhəci necə olmalıdır? Allah Teala'ya necə ibadət etmək lazımdır? Və Allah Teala'ya ibadət edənlərin arasında da fərqlər var axı. Çünki hərdən bəzi qardaşlar inciyirlər ki, qardaşlar bizlə soyuqluq edirlər, bəzi qardaşlar. Niyə bizlə soyuqluq edirlər? Qardaşım, əlimdən siqareti da bilmirsən. Səndən necə soyuqluq eləməsinlər? Necə? Səhvdə duranda səndən külqabı gəlir. Səndən necə soyuqluq olmasın ki? Axı sən incidirsən. Allah subhanahu wa ta'ala kitabında buyurdu ki, bilənlərlə bilməyənlər eyni deyil. Subhanallah yazayım. Bəs əməl edənlərlə əməl eləməyənlər bir eynidir. Eyni deyil. Əgər bilənlə bilməyən eyni deyilsə, əməl edənlə əməl eləməyən eyni deyil. Ona görə də artıq burada dost düşmən məsələləri də artıq biləcəksən. Artıq qardaşların arasında kimlərlə lap yaxın olacaqsan və kimlərlə arasında məsafə qalacağını da biləcəksən. Məgər sələf bizə öyrətmədimi ki, sizə fayda verməyən qardaşlara tərk edin. Məgər sələf bizə öyrətmədimi ki, fayda verməyənlərə siz fayda verin, əgər fayda verməsələr uzaq olun. Məgər sələf bizə öyrətmədimi ki, sizə fayda verənlər yaxın durun. Əgər sizə xeyir istəyənlərə yaxın durun. Subhanallah, fitnələrin çoxaldığı zaman, hər bir tərəfdən fitnə gələn zaman, səni fitnədən çəkindirən qardaşınla, səni fitnəyə aparan qardaşın eyni deyil. Ona görə hərdən bəzi qardaşlar buna görə inciyirlər və inciməsinlər. Onlar özlərindən incisinlər, əvvəla asə olduqlarını görə, Allaha və Rasuluna fasıq olduqlarını görə. Ona görə bax, elm odur qardaşım. Elm səni Allah Teala'ya yaxınlaşdıran bir vasitədir. Elm sənin təhsil ibadətlərinin səhiyliyini düzəldən deyil. Necə vurgulandığı kimi, hamı namazı onsuz da eyni edir. Orucu hamı eyni tutur. Hamı səhər sübh namazından sonra orucu saxlayan, yeyib içməyini saxlayır. Axşam məğrib namazında iftardan çıxır, hamı eyni cürdür. Amma zahirən ibadətlər deyil, bizim elm dediyimiz, elmlə ibadət etmək dediyimiz təhcə bunlar deyil. Elmlə ibadət dediyimiz səni hər dəfə faydalandıran. Ona görə İmam Əhməd Rəhiməhullah deyərdi ki, əgər əvvəl dünənki gündən bu gün üstün deyilsə, o günlərdən deyil. Yəni faydalı günlərdən deyil. Ona görə artıq bax, Allah subhanahu wa ta'ala elmindən qayıt. Səni dünənki gündən bugünkü günü fərqləndirən nə oldu? Ya səni elm öyrənməyin, ya da sənə elmi öyrənmədən yaxın qalmağı. Ona görə qardaşlarım, insanın özünə vacib olan elmi tələb etməsi, özünə vacib olan elmi öyrətməsi hamının üzərinə vacibdir. Özə xüsusən indiki dövrdə rahatdır. Rahatdır və çətin də deyil. Sadəcə çətin olan nədir? Çətin olan biz Rəbbimizi düzgün qiymətləndirə bilmirik, ona görə çətindir. Əslən günahlar zövq verir, amma çətindir. Amma zövq verən günahlar çətinliklərə rahatdır hamı, amma sənə xeyir verən ibadətlərə isə yox. Ona görə adi bu qədər qoyulan dərslər var.
Hələ tələbələrin çəkdiyi əziyyəti yox. O çəkən qardaşlar, o dərsləri çəkib paylaşan qardaşlar var. Onu vallahi pulsuz pras edirlər qardaşlarımız. Hamısı dərsi çəkir, qoyur, düzəldir. Vallahi pulsuz pras işdir qardaşlar. Heç bir maddiyyat verən yoxdur onlara. Ən azı onların haqqı var. Onların da heç biri bekar deyil. Heç biri başqa cür həyat yaşamır. Hamısının ailəsi var, hamısının işi var. Onlar işlərini atırlar, gəlirlər tələbələrin yanına, dərslərini çəkirlər. Hamısı haqdır qardaşlar. Hamısı haqdır. Və hamısı da qiyamət kimi soruşulacaq. Hamısı soruşulacaq qardaşlar. Hətta heyvanlardan soruşulacaq qiyamət kimi. Heyvanların arasında imtihan olunacaq. Subhanallah, bəs insanların arasında necə? Sən haqqı bilirsən, sən bilirsən ki, heç nə boşu-boşuna deyil. Allah yolunda az çalışanla, Allah yolunda çox çalışan eyni deyil. Amma baxırsan dərslərdə nə qədər izlənir dərslər? Məsələn, Osman müəllimi və ya da Səhid müəllimdə Şeyx Qanun təzkisi 1000 nəfər, yaxşı Allah, 500 nəfər. Subhanallah, Azərbaycanlı o qədər, Azərbaycanlı o sələflər o qədər deyil. Hamısı soruşulacaq. Ona görə də olmaz. Onlar hamısı sənə lazım olan elmdir. Təbii ki, orada danışılan elm, artıq səni alim dərəcəsində çatdıran elm deyil təbii ki. Səni alimliyə aparacaq elm orada olmur. Səni alimliyə aparacaq elm alimlərin yanında olur. Amma o sənin vacib olan elmdir. Çünki onlar sənin öz zövcəvi öyrədə bilməz. Şeyx Qamət sənin zövcəvi öyrətməyəcək. Sən oradan öyrənməzsən ki, evdə öyrədəsən. Sənin zövcən kimdən soruşacaq bu dini? Bu elmi kimdən öyrənəcək? Özünə vacib olan ibadət necə gecək? Sən də onu bilirsən. Sən öyrətməlisən, sən öyrənməlisən ki, öyrədəsən. Və bir insan azdırmaq qabiliyyətindədir, qardaşım. Elmi zəif olan insan, elmi naqis olan insan azdıra bilər. Və sən azdıra bilərsən. Öz zövcəvi azdıra bilərsən, övladlarını azdıra bilərsən. Neylə? Özün Rəbbi və cahilcəsini ibadət etməklə və onların da Allahın cahil kimi ibadət etməsi ilə. Ona görə qardaşlarım, müsəlmana lazım olandır və müsəlmana vacibdir ki, özünə vacib olan elmi öyrənsin. Vallahi o dərsləri dinləmək kifayət edir, müəyyən qədərə qeydlər aparmaq kifayət edir. Onları dinlər, qeydləri apar, qardaşlarımın içində faydalandır. Muhammed sallallahu buyurdu ki, məndən bir kəlmə də olsun çatdırın. Subhanallah, Allahın dinindən bir kəlmə çatdırmaq əgər şərəfdirsə, Allah Rasulunun ümmətinə əmrdirsə, bəs Allahın dinindən ümumiyyətlə bir neçə məsələni çatdırmaq necə? Qardaşlarına bilmədiklərini bölgə etmək necə? O şeylər ki, qardaşlarına mühtəzdir. Ona görə qardaşlar, xeyir uzaqlı deyil, xeyir yaxındadır. Allah Taala ədalətlidir, rəhimlidir. Bizə göndərdiyi din də çətin deyil. Hərdən şeytan çətinləşdirir, amma çətin deyil, rahatdır. Allahdan qorxan üçün rahatdır. Ona görə Allah Taala'dan istəyirəm ki, biz özündən layiqincə qorxanlardan eləsin və bizə lazım olan elmimizi öyrətsin və bizə lazım olan elmi öyrənməyimiz üçün bizə güc qüvvət versin. Və qardaşlarım, bu son olaraq, son xatırlatmam idi. Allah Taala əmiz özünə bunu fayda versin. Ona görə də qardaşlarım, nə varsa, nə xeyir varsa, onu götürmək lazımdır. Çünki günlər keçir və hər günə fitnəlidir. Və sabah bu işi kimi olmayacaq. Və növbəti günlərdə bu işi kimi olmayacaq. Vaxt vardiki olan qardaşlığa baxanda, indiki qardaşlıq eyni deyil. İndiki qardaşlığın çoxusu məsciddən çıxanda qurtarır. İndiki qardaşlığın çoxusu belədir. Məsciddə qardaşlıq, topluluğa birləşir, çinlər birləşir, namazda hamı yerdə səcdə edir. Amma çölə çıxanda qardaşlıq zəifləyir. Ona görə sələf məsəl çəkəli, əvvəlki qardaşlıqlar, indiki qardaşlığın arasında fərqlər. Onlar deyərlər ki, vaxt var idi, zaman var idi, qardaşlar var idilər ki, onlar bir-birlərini uzun müddət, uzun illər görmürdülər. Uzun müddət görmürdülər və bir-birlərini görəndə sadəcə olaraq salamlaşardılar və bir-birlərini necəsən deyərlər. Yəni, çox uzatmazlar sualları. Amma bir-birlərinə dəstək, kömək lazım olanda mülklərinin yarısını və yaxud da hərdən hamısını verərdir. Amma zaman gəldi, qardaşlıq gəldi. Yəni biz. Zaman gəldi, qardaşlıq gəldi. Uzun müddət bir-birini görməyən müsəlmanlar bir-birlərini görəndə o qədər suallar verdilər ki, necəsən, evdə, hətta toyğundakı hini, toyğu, cüzəsi, malı, hər şeyini soruşdular bir-birlərini. Yəni, sanki güya onun haqqında maraqlanır. Amma bir-birlərinə kömək lazım gələndə bir dənə yumurta da olsun xəşləmədilər. Ona görə olmaz. Və onun ki də qardaşlığın çoxsu qədərdir. Qardaşlıq məsələn çıxandan sonra tutanır.
Qardaşlıq hər yerdə qardaşlıqdır. Biz hər yerdə qardaş olmalıyıq. Və ona görə qardaşlarım, kiçik qardaşımız kimi sizə nəsiyyətim budur ki, bu qardaşlığı qoruyun, saxlayın. Biz qədrini bilməsək, Allah Taala bizim əlimizdən alacaq. Və Allah da bizim əlimizdən bu neməti alsa, heç kim Allah Taala'dan soruşmayacaq. Çünki Allah Taala soruşulan deyil. Allah Taala məsuliyyət sahibi deyil. Allah Taala'ya niyə deyə heç kim sual verə bilməyəcək. Amma bizdən geçsə Allah bizdən soruşacaq. Allah bizim qardaşlığımızı möhkəm eləsin. Allah bizə eləsin. Allah bizi qorusun. Allah bizdən sonra gələnləri xeyirlərdən eləsin. Allah onların, bizim övladlarımızı və bizdən sonra gələn övladların hamısını müttəqilərə imam eləsin. Allah Taala ölkəmizi qorusun, müsəlmanları qorusun. Kim ki müsəlmanlara zərər istəyirsə, şər istəyirsə, Allah onların zərərlərini də, şərlərini də özlərinə qaytarsın. Allah bizə eləsin. Ən Allah bilir. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və sahabətihi ecmaîn.